Hər iş qismət olmur. Girəsən birinin evinə, deyəsən ki, mən sənin evində təmizlik işləri görmək istəyirəm. Ev sahibi icazə versin də evinə daxil olmaq. İlahi, mən sənin dinivə xidmət eləmək istəyirəm. Adam var ki, heç bir xeyri dəyməyib dinə. 50 yaşlı kişidir. Gör, nə qədər bərəkətsiz vücudu var. Din bundan heç bir baxımdan faydalanmıyor. Heç bir xeyri dəyməyib. Adam da var, ömrü bərəkətli olub, sərvəti bərəkətli olub. Adam var, mən tanıyıram, çox qazanır, qəpiyində bərəkət yox. Adam var, az qazanır, hər qəpiy bərəkətdir. Qismət damısı. Hər adama hər xeyir iş qismət olmur. Hər sərvətli adama qismət olmur ki, sərvəti haqq yolunda xərclənsin. İzin lazımdır. İzin lazımdır. Allah bəzən istəmir birinin səsini eşitsin. Deyir ki, istəmirəm də səsindən xoşum gəlmir bunun. Dursun, gəlsin, gecə mənim qapıma. Bu da elə bilir ki, bu istəmir. Deyir, mən namaz qılmaq istəmirəm. Bilmir ki, Allah istəmir ki, bu namaz qılsın. Deyə bilər ki, Allah rəhəmlidir filan. Allah istəyir ümumən bəndələri namaz qılsın. Amma bu nəsə eləyib ki, bu məhrum eləyib də özünü. O lütfündən Allah. O mənada deyir, Allah istəmir.